Əziz Hindaq qəsəbə sakinləri, şəhid anaları, şəhid ataları, eləcə də bugünkü gündə iştirak edən tədbir iştirakçıları hər birinizi salamlayıram. Bu günləri 4 aprel 2026-cı il 10 il bundan öncə aprel döyüşlərində qəhrəmanlıq göstərərək qəhrəmancasına şəhid olan xüsusi təyinatların giziri Qarayev Yusuf Məmmədağa oğlunun dəfn olunduğu gündür, şəhadətə yüksəkliyi gündür və bu günləri hər birimiz bugünkü gündə bu ailənin yanında olmağı özümüzə borc bilmişik, qürur hissi ilə, fəxr hissi ilə gəlmişik ki, bugünkü gündə qəhrəman Dilsuzun anım günündə iştirak edək. Mən ilk öncə hər birində dərin təşəkkürümü bildirirəm. Bu anamızı tək qoymadınız. Allah sizi var eləsin, Allah köməyiniz olsun deyirəm. Allah bütün şəhidlərimizin ruhun şad eləsin. Dilsuz Qarayev Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhadətə yüksəlmişdir. Döyüş yoldaşlarının hər zaman demişəm, deyirəm və qürur hissi ilə də bu sözü xatırlatmağım özümə borc bilirəm. Döyüş yoldaşlarının öz dedikləri söz bu olmuşdu ki, Dilsuzun son sözü bu olmuşdu ki, arzuma çatdım. Arzuma çatdım sözü də ona görə onu demişdi ki, erməni düşməninin bir mağazin güllərindən onun başını bədənindən ayırmışdı. Və o onlarla düşmən əskərini, düşmən zabitini qətlə yetirib qəhrəmancasına şəhid olmuşdur. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Çox danışıb, haqqınıza girib, vaxtınızı almaq istəmirəm, yağışlı havadır. Allah sizi var eləsin. Və ilk öncə istərdim ki, rayonumuzun baş axundu Röya qardaşımıza, Hacı Röya qardaşımıza dəvət edən və hər birinizdən də xahiş edirəm, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizi bir dəqiqəlik sükutla yad eləyək. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin, qazilərimizin şəfa versin qardaşlarımızı qorusun. 40 günlük Vətən müharibəsinin iştirakçısı rayonumuzdan mənim bildiyimə görə bölgəmizdən döyüşlərə qatılan Hindaq qəsəbə məscidinin axundu Məşədi İsa qardaşımız da burada 44 günlük Vətən müharibəsinin iştirakçısı olubdur. Buyurun. اللهم صل على محمد وآل محمد أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سبح اسم ربك الأعلى الذي خلق فسوى والذي قدر فهدى والذي أخرج المرعى فجعله غثاء نحوا سنقرئك فلا تنسى إلا ما شاء الله إنه يعلم الجهر وما يخفى ونيسرك لليسرى فذكر النفعة الذكرى سيذكر من يخشى ويتجنبها الأشقى الذي يصلى النار الكبرى ثم لا يموت فيها ولا يحيا قد أفلح من تزكى وذكر اسم ربه فصلى بل تؤثرون الحياة الدنيا والآخرة خير وأبقى إن هذا لفي الصحف الأولى
صحف إبراهيم وموسى صدق الله العلي العظيم. سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. اللهم نبر قلوبنا بنور القرآن وكفر عنا سيئاتنا بعزة القرآن واشف مرضانا بآيات القرآن وسلم أحيانا بحرمة القرآن. اللهم اجعل القرآن لنا في الدنيا راحة وفي القبر مؤنسا وفي الصراط جوازا ومن النار سترا وحجابا. اللهم بلغ وأوصل ثواب ما قرأناه من كتابك الكريم وآياتك العظيم هدية منا واصلة لك إلى روح محمد المصطفى. اللهم صل على محمد وآل محمد وعلي المرتضى عليه السلام وفاطمة الزهراء سيدة نساء العالمين عليها السلام والحسن المجتبى عليه السلام والحسين الشهيد بكربلاء عليه السلام وباقي أئمة الهدى صلوات الله عليهم أجمعين والشهداء Azerbaycan. Okuduğumuz mübarek surenin sevabın şehit Dilsuz kardeşimin ve onun şehit kardeşlerinin, şehit bacılarının, Azerbaycanımızın şehit, bütün şehit evlatlarının ruhlarına, aziz şehit analarımızın, şehit atalarımızın, şehitlerimizin evlatlarının, hanımlarının, kardeşlerinin, bacılarının adından ve bugün burada ziyarette iştirak eden her bir şahsın adından hediye edirik ve bil Fatiha. Bismillahirrahmanirrahim. Errahmanirrahim. Maliki yevmiddin. İyyake na'budu ve iyyake nestaîn. Sıratal-lezîne en'amte aleyhim. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad. Allahus samed. Lem yelid ve lem yulad ve lem yekul lehu kufuven ehad. Allahümme salli ala Muhammed ve amin. Allah bütün şehitlerimizi rahmet eylesin. Allah bütün şehit ailelerine sabr-i eyyub, sabr-i cemil ata eylesin. Dünyada bugün çetin günler yaşanır. Allah Azerbaycanımızı, devletimizi, ordumuzun kudreti günü günden çoğalsın. Allah halkımızı, devletimizi, ülkemizi ağla gelen ve gelmeyen belalardan, məxsusən muharibelerden amanda saklasın. Bu mübarek ziyaretgahdan şehidimizin mezarı ziyareti kenarından Allah'tan duamız, isteğimiz budur ki dünyamızda sülhü, emin-amanlığı daimi berqarar eləsin inşallah. Allah hamınızdan razı olsun, Allah hamınıza sabır versin. Məxsusən də Dilsuz kardeşimin ailesine Allah sabır versin inşallah. Allah rahmet eylesin. Teşekkürümüzü bildiririk. Çok sağ olun, var olun dedik. Bu günləri indi şəhid anaların, şəhid atalarının xeyirdarsın. Bu iki gündə şəhidimizin ruhuna olan dualar işləyəcəyik, xeyrə olan dualar işləyəcəyik və bundan sonra Milli Qəhrəman Etibar İsmailov adına bir nömrəli tam orta məktəbin şagirdlərini, eləcə də Şəhid Həsənov xanoğlanın adına 2 nömrəli ümumi orta məktəbin şagirdlərinin, eləcə də Şəhid Qarat Əliyev adına 3 nömrəli ümumi orta məktəbin şagirdlərinin şiirlərini işləyəcəyik və hər 3 məktəbin də direktorları hal-hazırda bu tədbirdə iştirak edirlər. Hər birinə də təşəkkürümüzü bildiririk. İstəyərdik ki, şəhidimizin ruhu hakkında dualar okundu. Allah her iki akımdan razı olsun. İlk sözü şehidimizin anası, onu büyüdük boya başa çattıran anası Cevahir anadan eşidək. Ondan sonra bütün şehit analarının, o cümleden kimler çıkış etmek isteyecek, tedbir iştiraklarının ürək sözlerini eşidəcəyik.
Buraya gel. Hadi buraya gel. Geçeceğim. Şöyle geçeceğim. Evet. İşçilerimiz çok sağ olsun. Hadi gel buraya. Gün şehit aileler sağ olsun. Gel böyle. Gel. Ana dönmüşsün. Buyurun analar. Allah şehitlerimizi Ali'ye bir sabır versin. Allah şehitlerimize rahmet eylesin. Günümüz balamızın 10 ili tamamdı. Allah ruhunu şad eylesin. Zavahirhaneye sabır versin. Allah bütün şehitlerimize rahmet eylesin. Allah şəhidlərimizə rəhmət eləsin. Afer döyüşlərindən 10 il keçir. Zavahirana Allah səbr versin. Biz bilirik ki, səndən ötürü o dünəndir. Allah səbr versin. Allah yerdə qalan balalara dəyməsin. Bizim də borcumuz böyüyün ananın yanında olur. Allah şəhidlərimizə rəhmət eləsin. Anasına, atasına səbir versin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Bugünləri Cesur balamın 10 il dönümünə yoxmuşuq. Allah bacıma səbir versin. Bütün şəhidlərə rəhmət eləsin. Amin. İnşallah və Ağcabədi rayon icra hakimiyyətinin şəhid ailələr üzrə, qadilər üzrə, veteranlar üzrə şöbətin müdürü Şövlət Mədim Orucov iştirak edir. Səfərbərlik və Hərbi Xidmət Çavuş üzrə Xidmətin Ağcabədi rayon şöbəsinin rəisi müdürü səbəblərdən iştirak edə bilmir. Aliyev, Qaptan Aliyev